yox oldu. Pilot təcrübəli idi, hava sakit idi. Amma təyyarə heç vaxt çatmadı. 2017-ci ildə yenə Bahamalar yaxınlığında 4 nəfəri daşıyan başqa bir təyyarə yoxa çıxdı. Axtarış komandaları okeanda günlərlə çalışdı. Amma bir parça belə tapılmadı. Bütün bu hadisələr hələ də bir sirr olaraq qalır. Nəticə: Bermuda şeytan üçbucağı bəziləri üçün sadəcə elmi hadisələrin təsadüfi bir toplusu, digərləri üçünsə hələ də qaranlıq bir qüvvənin hökm sürdüyü məkandır. Bir həqiqət var, bu bölgə insanın təxəllüyünü hələ də əsir alır. Orada itən hər gəmi, hər təyyarə, hər insan okeanın dərinliklərində sanki gizli bir səs kimi qalır. Və bəlkə də bu suallar hələ yüzillər boyu cavabsız qalacaq. Bermuda şeytan üçbucağı sadəcə bir təsadüf yığımıdır, yoxsa həqiqətən də şeytanın toxunduğu sirli bir məkan? Yorumlarda, rəylərdə öz fikirlərinizi bəlirdin. Sağ olun, Allah amanında qalın.